Psixoloji dayanıqlıq deyəndə nələr edirdiniz məsələn? İşdə, mərkəzdə, yeni ailə quranda dayanıqlığı istəyirəm öz təcrübənizdən bizimlə bölüşəsiz. Mən belə deyim, şəxsən özüm necə eləmişəm, necə biri olmuşam, onu izah eləyim ki, məqsədim olub. Hər bir situasiyada mənim bir məqsədim olub, o məqsədə çatmaq planım olub və mən tələbə idim. Mən xatırlayıram ki, mənim bir bloknotum var idi. O bloknota yaşbayaş yazmışdım. Bu yaşımda filan bir şey edəcəm, bu yaşımda bunları edəcəm. Soruşa bilərsiniz ki, yaxşı o yazdıqlarımın hamısı reallaşdımı eyni yaşda? Yox, təbii ki, yazdığım yaşda olmaya da bildi, amma qoyduğum məqsədlərə çatıram. Və düşdüyüm o neqativ ki, situasiyalar var ki, hansı ki bizi bəsləmir, bizim əleyhimizə situasiyalardır. Bunlar ailədə ola bilər, işdə ola bilər, fərqi yoxdur. Burada mən niyədən çox necəyə üstünlük verdim. Necə həll edə bilərəm? Aha, necə bu situasiyanı xeyrimə dəyişə bilərəm? Necə həll edə bilərəm? Yəni qınamadan, sadəcə korreksiya. Kimisə də düzəltmədən. Qarşı tərəfi düzəltməyə vaxt sərf eləmək bir zaman itkisidir. Qarşı tərəf özü istəməsə düzəlməyəcək. Yəni bu dəyişməyəcək. Biz özümüzü bu situasiyada mən necə dəyişə bilərəm, necə inkişaf edə bilərəm, necə daha irəli gedə bilərəm, özümüz üzərində işləməliyik.